Salam dostlar, bugün sizə torpağın pH-ını necə ölçürlərsə A-dan Z-yə qədər hamısını mərhələ-mərhələ göstərəcəm. Torpağın birbaşa içindən ölçmə aparmaq çox vaxt yanlış nəticələr verir, əgər cihazın xüsusi torpaq zondu yoxdursa da. Nümunə torpaq müxtəlif yerlərdən, bağın müxtəlif yerlərindən 5-10 fərqli hissədən torpaq götürülüb qarışdırılır. Dərinlik üst 5 sm-lik təbəqə kənara qoyulur. Bitkilərin kökləri olduğu 15-20 sm dərinlikdən nümunə götürülür. Bu şekilde torpaq doldurulur. Fikir vermek lazımdır ki daşlardan, yarpaqlardan, ağac qalıqlarından azad olunmuş şəkildə olsun torpaq. Dostlar, deməli tərəzimizi sıfırladıq. Məhlulu hazırlamaq üçün 1-in 2-yə nisbətində bir qaba, deməli 1 pay torpaqdan qoyacaqsa 2 payda distillə edilmiş su əlavə edəcək. Deməli, məsələn 20 qram torpaqdırsa 40 ml-də distillə suyu olacaq. Ölçdüyümüz bu 20 qram torpağı şüşə qaba əlavə edirik. Gördüyünüz kimi 40 ml-də distillə suyu əlavə edirik üzərinə. Burada vacib məqam nədir? Krant suyudur, arteziyan suyudur istifadə etməyin. Çünki onların öz pH-ı var. pH nəticəsini tamamilə dəyişəcək. Ağzı filtr kağızı ilə bağlanır ki, dağılmasın və 3-4 dəqiqə intensiv şəkildə qarışdırılır. Əllə də edə bilərsiniz bunu. Qarışdırıldıqdan sonra gözləmə, yəni məhlulun tam həll olması və reaksiyanın stabilləşməsi üçün 15-30 dəqiqə gözləyirik. Bu zamanda pH metrimizi hazırlanır. Birinci cihazın elektrodu, yəni sensoru distillə suyu ilə yuyulub salfet ilə təmizlənməlidir. Distillə suyu ilə yuyulub qurudulduqdan sonra cihazın işləyib işləməməyini yoxlamaq üçün hər dəfə iş görməzdən əvvəl 4 və 7 pH buferi ilə yoxlayırıq. Birinci 4 buferi yoxlayırıq. Gördüyünüz kimi 4'ü yoxladıq, 4 verdi. Yenidən elektrodu distillə suyu ilə təmizlədikdən sonra bu dəfə pH 7'ni yoxlayırıq. Yeddini də gördüyünüz kimi 7 kimi göstərir. O deməkdir ki, cihazımız düz işləyir. İndi isə torpaq nümunəsini yoxlaya bilərik. Ölçmə prosesi deməli cihazın sensorudur bu, yəni elektrod hissəsi. Məhlulun üzərinə deyil də tam mərkəzinə daxil eləmək lazımdır. Bu cür çox da dərinə batırmadan oxutmağa başlayırıq. Stabil dayanana qədər gözləyin. Görürsünüz ki, kök altında M yandısa deməli ölçüb artıq qeydə alıb. Torpağın pH-ı 6.16'dır. Prosesdən sonra təmizlik işləri gedir. Yuma ölçmə bitdikdən dərhal sonra elektrodun yenidən distillə suyu ilə yuyulur. Salfetka ilə qurudulur. Elektrodun saxlanması
sensorun qorunması üçün onu xüsusi saxlama məhlulunda gördüyünüz kimi kalium xlorid məhlulunda saxlayın. Heç vaxt elektrodu distillə suyunda saxlamayın. Bu sensorun ömrünü qısaldır. Diqqət yetirilməli məqamlar. pH metrin düzgün işləməsi temperaturdan asılıdır. Əgər cihazınızda ATC burada 25 dərəcə göstərir. Nədir ATC? ATC avtomatik temperatur kompensasiyasıdır. Yoxdursa ölçməni otaq temperaturunda 20-25 dərəcədə aparmağa çalışın. Elektrodun vəziyyəti, əgər elektrodun ucu çatlayıbsa, bu hissələr, üzərində duz qalıqları varsa cihazın səhv göstərəcək. Bir də torpaqda gübrələnmə faktoru var ki, yeni gübrə verilmiş torpaqlarda pH ölçmək düzgün deyil. Gübrə müvəqqəti olaraq torpağın pH-ını dəyişir. Torpağın pH-ı adətən 0 ilə 14 arasında olur. Kənd təsərrüfatı bitkiləri üçün çox ideal interval 6 ilə 7.5 arasında pH səviyyəsidir.